Hey güzel insanlar salam. Her vaktiniz hayır olsun. Dikkatten kulak asın. Tekrara giririk. Arkadaşlar 11. sınıflarda 14 tane gramatikadan sual düşür. 9'larda 9 tane gramatikadan sual düşür. Hem 11'lərə hem 9'lara cəmi bir tane isimden sual düşür. Bircə tane. Bu isimle bağlı sual da bu şekilde olabilir. Mesela sayılan tek ismi seç. Yani tek isimleri seç. Veyahut plural cəm isimləri seç. Veyahut compound mürekkep isimləri seç. Ve yahut düzeltme isimləri seç. Bircə dənə düşər bunlardan biri. Tamam, bu bölgü getdi. Veyahut oflu birleşmeler şeklinde ya da quantifierların isimlerle toqquşaraq birlikte vəhdət təşkil eləyib düzəltdiyimiz testlər şəklində düşə bilər ki, testlərdə izahını verəcəm. Və yaxud yiyəlik şəklində düşə bilər. Yiyəlik də bu gördüyünüz ismi birləşmələr, yiyəlikli birləşmələr və yaxud cümlə şəklində düşə bilər. Amma bütün bunlar bircə dənə. Yəni sizə hal-hazırda ki burada fikir versiniz, quizlərin, bu testlərin quiz formasını işləyəcəksiniz. Bundan sonra PDF şəklində quizləri atmayacağım. Girəcəksiniz Google formundan bunları işləyəcəksiniz. İzahını da, video izahını da ora çalışacağım əlavə eləyim ki, baxasınız. Yəni isimlə bağlı bir dənə test düşün. Məsələn, burada 12 dənə yiyəliyə aid test var. 25 dənə quantifier'ın ismin qarşılığı of structure falan. 20 dənə də düzəltmə, mürəkkəb falan, tək cəm isimləri seç. Bu tip. Nə oldu? 20, 20, 25, 45 elədi, 12 dənə, 57 dənə test. Bu 57 tipli testlərin cəmi bir dənə. Bircə dənə isimlə bağlı sual düşər. Okay, getdik. Birinci tipə aid. Tək isim, cəm isim, nə bilim salimiyən isim, mürəkkəb isim, nə bilim sadə düzəltmə və s. Noun isim deməkdir ümumiyyətlə. Nouns isimlər. Təkrara gediyimizə görə qısa net gedirəm. İsimlər sadə. Sadə bir kökdən ibarətdir. İndiyərə qədər görməmişəm. Sadə isimləri seçin. Amma düşsə çox rahatdır. Mürəkkəbləri çıxırsınız, düzəltmələri çıxırsınız, yerdə qalır sadə. Düzəltmə isim derivative nouns deməkdir. İsim düzəldən əsas şəkilçilər bunlardır, ən məşhurları. Tamam mı? Uzada bilərik. Yəni ən məşhurları bunlardır. İsimlərin sonunda gördünüz. Əla derivative isimdir. Və ön şəkilçilərimiz də var. Bunlar son şəkilçilər. İsmin, yəni sözün sonunda qoşulur. İsim düzəldir. Bunlar isə sözün əvvəlinə qoşulur. Məsələn, isim. Amma qoşulur sözün əksini bildirir. Məsələn, işsizlik. Employment işdirsə, unemployment işsizlikdir. Responsibility, məsuliyyət isə irresponsibility, məsuliyyətsizlik. Və burada məsələ odur ki, təkcə ismə yox, feilə, zərfə, sifətə də qoşula bilirlər ki, bunları əzbərləmək lazım. Məsələn, mürəkkəb isimlər ki, bunların içində ən çox bu düşər. Mürəkkəb isim iki və daha çox sözün birləşməsidir. Sifətdə də belədir, zərfdə də belədir, feildə də belədir və s. Armchair, birthplace, bedroom, seaside, birthday, businessman. Yəni bunu Azərbaycan dilinə tərcümə edib düşünməyin ki, məsələn, atıram, kəpənək nə deməkdir? Butterfly. Mürəkkəb isimdir İngilis dilində, amma Azərbaycan dilində mürəkkəb deyil. Düşünməyin ki, Azərbaycan dilində mürəkkəb deyilsə, deməli bu İngilis dilində də mürəkkəb deyil. Xeyr, İngilis dilində mürəkkəbdir, Azərbaycanda mürəkkəb deyil. Bunun heç bir əlaqəsi yoxdur. Sadəcə İngilis dilində bunu iki yerə böləcəksiniz. Mürəkkəbdirsə mürəkkəbdir. Söhbət bağlanır. İsimlər sayılmaq funksiyasına ya da sayıla bilməmə funksiyasına dolayı iki yerə bölünür. Sayılan tək, daha doğrusu sayılan, yəni countable və sayılmayan, uncountable. Okay? Sayılanlar, yəni countable nounlar da iki yerə bölünür. Tək və cəm, yəni singular təkdir, plural cəmdir. Yer gəlmişkən sayılmayanlar da singular götürülür, amma sayılan singular yox. Məsələn, a book singulardır, a car, a pen, a boy, a girl. Bunlar singulardır, countable'dır. Okay? Və cümlə daxilində, ismi birləşmə daxilində hər hansı bir sayıla bilən tək isim görürsə, qabağında ən azından en artiklını ver. Verməsən səhvdir. Boş qoyma. Okay?
Bəs bu isimlər necə cəmlənir? Sayılanlardan gedir söhbət. 99%, yəni əksəriyyət, bəlkə 99.9% S ilə cəmlənir. S şəkilçisi ilə cəmlənir. Tamam mı? S ilə cəmlənir. Qardaş. Okay. S ilə. Əksəriyyət nə ilə düzəlir? Dedik S ilə. Məsələn, books, girls, boys. Görürsünüz? Apples. S ilə cəmlənir. Möhtəşəm. Yerdə çox az bir qisim var ki, bunlar şəkilçi ilə, yəni S ilə cəmlənmir. Kökdən dəyişə bilər, həmişə cəmdə ola bilər, təki cəmi eyni ola bilər və s. və ilaxır. Ki, bunları mütləq əzbərləmək lazımdır. Niyə? Çünki bunlar daha çox yiyəlikdə düşür, quantifierdə düşür, mübtəda xəbərdə düşür, əvəzlikdə düşür. Bunları əzbərləmək lazımdır. Gözəl insanlar. Mən, men, kişi, kişilər, adam, adamlar. Women, women. Qadın, qadınlar. Child, children, uşaq, uşaqlar. Goose, geese, qaz, qazlar. Louse, lies, bit, bitlər. Tooth, teeth, diş, dişlər. Foot, feet, ayaq, ayaqlar. Ox, oxen, öküz, öküzlər. Mouse, mice, sıçan, sıçanlar. Bunları əzbərləyin. Mənalarını da dedim, əzbərləyin. People, insanlar, əhali, cəmaat mənasında həmişə cəmdədir. Police, həmişə cəmdədir. Poultry, ev quşları, həmişə cəmdədir. Cattle, malqara, həmişə cəmdədir. Təki cəmi eyni olan sheep, qoyun, qoyunlar. Deer, maral, marallar. Fish, balıq, balıqlar. Donuzu zadı saymıram. Bu ən çox bu 3 dənə işlənir. Qabanda E'si varsa təkdir. One, average, either, neither, another, this, that varsa təkdir. Many, few varsa cəmdir. Heç də yoxdursa cəmdir. Bunu yadda saxlayın. Və bunların heç biri, yəni bax bunlar və sheep, deer, fish, bunlar S ilə cəmlənmir. Yəni S apostrof olmur. Yəni həmişə apostrof S olacaq. Və kök isimləşib cəmlənən var ki, orijinal bizim öz dərsliyimizdə də var. Mən burada yenə təkrar deyə qısa gedirəm. İstəyən olarsa əsl materialı da atarıq. Bəzi sifətlər var ki, qabağında the article gəlində isimləşir. The old, yaşlılar, the young, gənclər, the rich, zənginlər, the poor, kasıblar, the English, ingilislər və s. və ilaxır. Və nəhayət uncountable və saymayan isimlər. Saymayan isimlər sayılmır. Sayılmadığı üçün cəmlənmir. Sayılmadığı üçün qabağında en article işlənmir. Sayılmadığı üçün qabağında rəqəm olmur. Sayılmadığı üçün qabağında many, few, a few, these, those, both, several, one, every, each, either, neither, another işlənmir. S-lə cəmlənmir. Xəbər də həmişə təkdə olur. Tək xəbər is, was, has, does, fiil, s. Bu qədər net. Bunların video izahı test olaraq deyirəm. O 20 dənə test. Bütün quizin içində hamısı birlikdə izah edəcəm. Belə. Hələlik sağ olun. Növbəti quantifierlə isimlərin toqquşmasında görüşərik.